Hər kəs salam. Bugün sizlərlə birlikdə 6-cı sinif dərsliyin davamına baxacağıq. Ümumiləşdirici tapşırıqlarda birinci sualdan başlayaq. Şərtdə deyir ki, Samir və Lalə iki müxtəlif verilənlərin medianını tapdılar. Kim düzgün cavab tapıb? Baxaq. Lalənin sıralaması 22, 24, 35, 36, 38, 40-dır. Ədədlər onsuz da artan sırayla verilib. Burada sıramızda cüt sayda ədəd olduğuna görə daha doğrusu ortadakı iki ədədi toplayıb 2-yə böləcəyik. 35 üstəgəl 36-nı da 2-yə bölsək, cavab 35,5 eləyər. Deməli, Lalə cavabı doğru tapıb. Samirdə isə medianı 28 verib, amma sıra artan sırayla düzülməyib. Onda bunu biz birinci artan sırayla yazmalıyıq. 12, 14, 25, 26, 28. Və burada görəcəyik ki, ortada duran ədədimiz 25-dir. Ona görə cavabımız 25 olmalı idi. Deməli, Samir cavabı səhv tapıb. Sonra ikinci sual. İkinci sualda deyilir ki, verilənlərin medianını, modasını və ədədi ortasını tapın. A variantına baxsaq, 32, gəlin artan sırayla düzək bir dəfəlik. 32, 34, 36, 38 olacaq. Bunların medianını istəyirsə, ortadakı ikisini toplayıb böləcəyik 2-yə. Deməli, bu da olacaq 70 bölünsün 2, 35. Medianımız 35 imiş. Burada moda yoxdur, çünki hər ədəd bir dəfə təkrarlanıb. Ədədi ortasını tapmaq istəsək, bunların hamısını toplayıb böləcəyik 4-ə, çünki sayları 4-dür. 34 ilə 36-nın cəmini də tapmışdıq 70-dir. 32 ilə 38-in cəmi də 70 olacaq. Deməli, ümumi 140-ı da 4-ə bölsək, o da eləyəcək 35. Deməli, ədədi ortamızda 35 imiş. Sonra B variantı. B variantında 25, 29, 29, 37 yazaq. Yəni artan sırayla. Burada ortada duran ikisi 29-dur. Deməli, medianı tapmaq istəsək, median 29 üstəgəl 29 bölünsün 2-dir. Bu da bizə elə 29-u verəcək. Moda da 29-dur. Niyə? Çünki ən çox təkrarlanan elə 29 idi. Daha sonra ədədi ortanı tapsaq, ədədi orta. Burada da 29 ilə 29-un cəmi 58 verir. 58-in üstünə 37 gəlsək, 80, 95, 95-in də üstünə 25 gəlsək, bu da eləyəcək 120. 120-ni də 4-ə böləndə ədədi ortamız olacaq 30. Daha sonra gəlir C variantı. C variantına da artan sırayla düzsək, 42, 42, 56, 59, 59. Burada 9 idi. Moda dedikdə 42 və 59-u götürəcəyik. 59. Median dedikdə ortada duran 56 olduğuna görə median 56-dır. Daha sonra ədədi ortanı bunları cəmləsək, 42 üstəgəl 42, 84, üstəgəl 56. Üstə gəlinsin, bir də 118. 84-ün üstünə 56 gəlsək, eləyəcək 140. 140-ın üstünə 118, 258. Bunu da 5-ə böləndə say 5-dir deyə. Burada tam ədəd alınmayacaq. 51 tam 5-də 3 və yaxud 51 tam 10-da 6-da deyə bilərik ədədi ortaya. Daha sonra gəlir D variantı. D variantında artan sırayla düzsək 36, 36, 36, 48, 61 olacaq. Moda dedikdə 36-nı götürəcəyik, çünki ən çox təkrarlanandır. Median ortada durandır, deməli medianda 36-dır. Daha sonra ədədi ortanı tapmaq istəsəm, bunları cəmləyəcəm. 36-dan 3 dənədirsə 108, üstə gələnsin 48-in üstünə 61 də gələndə eləyəcək 109. Toplamda 5 dənə ədədidir, 5-ə də böləcəyik. Bu da eləyəcək 217 bölünsün 5. Bunu da hesablasaq 43 tam 5-də 2, o da 43 tam 10-da 4 eləyəcək. Daha sonra gəlir Y variantı. Y variantına da artan sırayla düzsək 56, 56, 56,
84, 85, 92, 120 olacaq. Burada saya baxsaq 3, 4, 5, 6, 7 dənədir. Deməli, ortada duran 84 olacaq median. Median 84-dür. Moda ən çox təkrarlanan ədəd görürük ki, 56-dır. Bunların ədədi ortasını tapmaq istəsək. 56-dan 3 dənədir. 168, üstə gəl 84, üstə gəlinsin 85, 92, 120. Bunu hesablayaq. Deməli, 168 ilə 92-ni toplasaq birinci. Bu bizə verəcək 170, 260-ı. Bunları topladıq. 260. Üstünə 120 də gəlsək 380. 380 də üstünə gələcək. Bu ikisinin toplamı da bizə verəcək 169-u. 400, 549 eləyəcək. Say olaraq da 7 dənə idi. 3, 5, 7 bəli. Böləcək 7-yə. Bu da eləyəcək 7 dəfə 49 çıxsaq. 59-un içində də 8 dəfədir. 78 tam 7-də 3 olacaq. Daha sonra gəlir F variantı. F variantında da artan sırayla düzsək 26, 26. Sonra 43, 63, daha doğrusu 63-dən əvvəl 52 var. 43, 52, 63, 77, 99. Burada moda 26 olacaq. Ən çox təkrarlanandır deyə. Moda 26. Median ortada durandır. Bu da olacaq 52. Median 52. Və bunların ədədi ortasını tapmaq lazımdır. 26, 26, 52 verəcək. Üstünə bir dənə də 52 gəlsək 104. 104-ün üstünə bu ikisinin toplamı da bizə 106 verəcək. Toplu 104 üstə gəl 106 eləyəcək 210. 210-un da üstünə bu ikisinin toplamı da verəcək bizə 160, 16, 176-nı. 210 üstə gəl 176 da verəcək 386. 386-nı da 7-yə böləcək. Bu olacaq 5 dəfə. 36-nın içinə də 5 dəfə, 7-də 1. 55-dən 7-də 1 oldu. Daha sonra gəlirik 3-cü. Verilənlərin modasını tapın və mənasını izah edin. Elxanın çəkdiyi həndəsi fiqurlar dairə, kvadrat, dairə, düzbucaqlı, üçbucaq, trapesiya, dairədir. Moda dedik ki, ən çox təkrarlanandır. Ona görə də burada moda dairə olacaq. Niyə? Çünki ən çox dairə fiqurunu çəkib. B variantında Aynurun dostlarının doğum ayları aprel, mart, may, iyun, mart, iyul, mart, aprel, apreldir. Baxsaq burada martdan 3 dənə var. Apreldən də 3 dənə var. Deməli, burada moda aprel və mart ayları olacaq. Bir də C variantı rəsm dərnəyindəki uşaqların sevimli rəngləri. Burada baxsaq, ağdan 3 dəfə istifadə olunub. Daha sonra çox istifadə olunan yoxdur. Deməli, burada da moda olacaq ağ rəng. 4-cü sual. Verilənlərin medianı və ədədi ortasını tapın, müqayisə edin. Bu ədədlərin ədədi ortası və medianı hansı nəticə çıxarmağa imkan verir? Kompüter texnikası satan mağazada müxtəlif kompüterlərin qiymətləri. Deməli, verib bizə 1350, 1350, 1420, 1450 və 3600. Burada medianımız olacaq 1420. Daha sonra ədədi ortalarını tapsaq, bunların cəmini böləcəyik 5-ə, çünki say olaraq 5-dir. Bu ikisinin toplamı 2700 verdi bizə. 2700-ün üstünə 3600 gəlsək, 5000, 6300 eləyəcək. 6300-ün üstünə də 2870 gəlsək, bu da 8000, 9170 manat eləyəcək. Bunu da 5-ə bölsək, ədədi orta olaraq 1, 8, 3, 4. 1834 manat. Deməli, bunların ortalama gəlirləri 1834 manatdır. Daha sonra B variantı. Bir də median 1420 idi. Moda, daha doğrusu ədədi orta 1834.
Deməli, ədədi orta mediandan daha böyükdür. Daha sonra B variantı, idman mağazasında satılan müxtəlif velosipedlərin qiymətləri. Bu şəkildə verilib bizə, artan sıra ilə düzülüb. 120, 140, 160, 180, 200, daha sonra 240 və 3000 manat verilib. Burada biz median tapmaq istəsək, ortada duran 180 manatdır. Median olacaq 180. Ədədi ortasını tapmaq üçün bunları cəmləyəcəyik, böləcəyik saya. Deməli, bu ikisini toplasaq 260. Üstünə 160 gəlsək 420. Üstünə 180 gəlsək 600, 800, 1040, 3000 də gəlsək 4040. 4040-ı da bölsək 7-yə, 5 tam, burada 34 qalacaq. 4 tam, 60-ın içində də 7, 8 dəfə. 548 tam, 7-də 4 olacaq. Deməli, medianımız 180-dir, ədədi orta isə 548 tam, 7-də 4. Deməli, ədədi orta daha böyükdür. Sonra gəlir 5-ci sual. Basketbol yarışında atış məsafəsindən asılı olaraq bir atışa 1, 2 və ya 3 xal verilir. 6A və 6B sinifləri arasında basketbol yarışında oyun vaxtı hər komandanın atış sayılarına görə xallar siyahıda verilib. Deməli, 6A və 6B siniflərinin hər birinin topladıqları xalların modası neçədir? Baxaq. Deməli, 6A-da atış xalının modası 2 olacaq. Niyə? Çünki 15 dəfə 1 xal qazanıblar, 20 dəfə 2 xal qazanıblar, 14 dəfə 3 xal qazanıblar. Ən çox təkrarlanan 20 xal olub, 6A-nın modası 20-dir. 6B-nin modası isə 3 xal olacaq. Daha doğrusu burada 2 xaldır. 2 xal modadır. Digərində isə 3 xal moda olacaq. Niyə? Çünki ən çox 3 xaldan atıblar 21 dənə. Ümumi bunların hər birinin ayrı-ayrılıqlı modasını dediyi üçün belə eləyirik. Amma ümumi modasını desəydi, 32 atış 1 xal olub, 1 xal. Daha sonra 38 atış olub 2 xal. 14 atış, 21 atış, 35 atışda olub 3 xaldan. Ümumi modanı soruşsaydı, onda 38, daha doğrusu 2 xal olacaqdı. Sonra deyir ki, yarışda hansı sinif qalib gəldi? Hansı sinifin qalib gəldiyini tapmaq üçün bunların xallarını toplamalıyıq. 15 dənə 1 xal var, 15 vur 1, üstə gəl. 20 dənə 2 xal var, 20 vurulsun 2. 14 dənə də 3 xal var, 14 vurulsun 3. Toplasaq, 15 üstə gəl 40, üstə gəlinsin 42. 82 üstə gəl 15, 97 xal 6A-da var. 6B-nin xalını hesablasaq, 17 dənə 1 xallar var, 17 vur 1, üstə gəl. 18 dənə 2 xal, 18 vur 2, üstə gəl 21 vur 3. Bunu hesablasaq, 17 üstə gəlinsin 36, üstə gəlinsin 63. Bunlar ikisi 99, üstünə də 17 gəlsə 116 xal 6B-də. Bu da o deməkdir ki, 6B sinifi. Daha sonra gəlir 6-cı sual. 6-da deyir ki, hadisənin mümkün olmayan, az ehtimallı, çox ehtimallı, yəqin hadisə olub olmadığını müəyyən edin. A variantı sabah yemək yeyəcəksiniz. Bu yəqin hadisədir. B variantı insan 100 ildən çox yaşayacaq. Bu az ehtimallı hadisədir. C variantı sabah günəş tutulması olacaq. Günəş tutulmasının olub olmaması da az ehtimallı hadisədir. D variantı insan bir ay yemək yemədən yaşayacaq. Bu mümkün olmayan hadisədir. Marsa səyahət edəcəksiniz. Bu da az ehtimallı hadisədir. F variantı da yanvar ayında Bakıya qar yağacaq. Bu da çox ehtimallı hadisədir.